Bildiyimiz qədər ikisi də sakit, heç kimdən belə iş olmayan, gəlib dərslərinə iştirak edib gedən uşaqlardır. Yəni çox da bir məlumatımız yoxdur uşaqlar haqqında. Yaxınçılığımız yoxdur yəni. Amma belə heç birindən yəni mədəniyyətli, tərbiyəli uşaqlardır. Heç birindən gözləmədiyimiz hərəkətdir. Daha öncə münaqişələr olub bu iki şəxsin? Xeyr, bildiyimiz qədər yox. Mayın 29-u saat 11:30 radələrində Xəzər Universitetində tələbələr arasında münaqişə baş verib və nəticədə 3-cü kurs tələbəsi bıçaqlanıb. Bıçaqlanan şəxs dərhal Sabunçu tibb mərkəzinə gətirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir. Qeyd eləyək ki, hazırda saatlarımız 14:35-i göstərir, əməliyyat davam eləyir. Hazırda hüquq mühafizə orqanları tərəfindən hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Hər iki tələbə bizim mühəndislik fakültəsinin tələbələridir. Çox yaxşı oxuyan tələbələrdir, onu da qeyd etməliyəm. Hər iki tələbə yüksək balla Xəzər Universitetinə daxil olublar. Fərid Əliyev Məhəmməd adında tələbə yoldaşını Vəlizadəni bıçaqlayıb. Amma bıçaqlanmanın səbəbləri hələ bəlli deyil bizə. İlk dəfədir biz bunun haqqında eşitdik və güman edirəm ki, istintaq bununla bağlı araşdırmalar aparacaq, bütün məsələlərə aydınlıq gələcək. Əlövsət bəy, bıçaq universitetə necə daxil olub? Tələbə özü ilə gətirib yeməkxanada olub hadisə. Yəni tələbə universitetin yeməkxanasında olan bıçaqla olmayıb. Sadəcə olaraq özü ilə gətirdiyi bıçaq olub. Həmin bıçaq da hal-hazırda polis orqanlarındadır. Bəs içəri keçəndə yoxlanılmır universitetə keçəndə? Tələbələr sadəcə olaraq tələbə biletini göstərir, universitetin həyətinə girir. Amma necə keçib, hansı vəziyyətdə keçib gətiriblər, onu kimsə müəyyənləşdirə bilməz. Onu dəqiqləşdirəcəyik biz. O zaman belə çıxır ki, universitetə hər kəs istədiyi soyuq silahı keçirə bilər. Elə bir şey yoxdur. Bəs necə olub? O tələbə özü ilə bıçağı hansı formada gətirib, yenə deyirəm, biz onu aydınlaşdıracağıq. Amma hər kəs də ora nə istəyir gətirə bilməz. Həkimin verdiyi məlumata görə orta ağırdır. Yəni əsas orqanlarına zərbə dəyməyib. İndi hal-hazırda əməliyyat gedir. Yarım saat ərzində bitəcək və ondan sonra biz daha geniş məlumat verə biləcəyik.